Dostlar salam, hər vaxtınız xeyir olsun. 2026 İngilis dili 11-ci sinif 9 Mart sualların izahı diqqətlə qulaq asın. Təbii ki, dinləmə mətni əlimizdə olmadığından dolayı dinləmə mətnini şifahi şəkildə eləməyə çalışacağız, amma diqqətlə qulaq asın. Baxanda, digər suallara birlikdə baxanda söhbət nədən gedir? Starting most'dan gedir. Starting most nədir? Yenə də baxaq, falan filan bridge söhbəti var. Belə diqqətlə baxanda, nəsə, maraqlı bir yerdir, görməli bir yerdir, deyək ki, qız qalası kimi bir şeydir, təsəvvür eləyək. Okay? Gəl başlığa baxaq. 1. Tourist attractions. Turistlərin gəldiyi, getdiyi yerlər, bax, cəmdə. Tək bir şeydən gedir, starting most'dan gedirsə, heç vaxt cəmdə cavab seçməyin. Cəmdədir. Bridge keepers. Körpünü qoruyanlar cəmdədir, seçməyin. C-də deyir ki, the hospitality of Munster people. Munster xalqının, əhalisinin, cəmaatının nəyini? Qonaqpərvərliyi bundan getmiş. Starting most'dan gedir söhbət. Bu da səhvdir. D, düzdür. E-də yazıb ki, the oldest diving competition. Nə demək? Diving suya dalmaqdır. Hər nəysə, suya dalmaq yarışı, amma ən qədim. Bundan da getmiş söhbət. Cavab D variantıdır. Okay. Sadəcə suallara baxıb tapırıq. İki. Memar Sinan tərəfindən düzəldilib, Bosniya müharibəsində dağıdılıb, son zamanlar təzəliklə şəhərin simvoluna çevrilib, reconstruct edib, bunu biraz araşdırdım. 2 ilə 4 burada düzgün cavabdır. Yəni 2004-cü, 93-cü ildə Bosniya müharibəsində dağıdılmışdı. 2004-də rekonstruksiya edilib, yəni yenidən bərpa olunub. Bunu artıq dinləmək lazımdır. Suallara baxmadan yazmaq olmur. Hər halda 2-4. 3-ə baxaq. Öz adını hardan götürüb? Bridge keeperlardan götürüb. Bunu saxlayıram yadda. The people of Munster are considered. Munster əhalisi əslində hospitality'dir, yuxarıda vermişdik. Yəni, biclik olsun deyə deyirəm. Soyuqdular, mehriban deyirlər, diving competition deyir, hər ay baş verir, hər ay mümkün deyil, hər il olsa deyərəm, hə. Bridge, körpü deməkdir. Körpünün deyil, qonşuluğu nədir? Yəni, körpü ətrafı is known for its quietness. Sakitlik, səssizliyi ilə məşhurdur. Bura məşhur yer isə, deməli, səsküylü olmayacaq, busy bir yer olacaq. Bu da səhvdir. Sonra, the bridge startımız was built in Western style. Qərb üslubunda tikilib, o vaxt Ottoman, yəni Osmanlıların tərkibində olduğuna görə Osmanlı üsulunda tikilmişdir. Yəni, E variantı da məntiqsizdir, bəli, cavab A variantıdır. Adını hardan götürüb? Bridge keeperlardan götürüb, bunu bir dənə qeyd eləyərsiniz. Cavab burada da A variantıdır. Bu açıq suallar gözəl insanlar. Burada artıq konkret dinləmə lazımdır. Deyə bilmərəm nədir. Hər halda burada yəqin ki, təxmin eləmək olur. Məsələn, 5-ci sualda körpüdən cavanlar atlanır suya. Göstərirlər ki, onlar cəsurlar falan. Yəni, belə bir şey olsa, okey deyərdim. Bir də ki, bu da məntiqlidir. Nəyi birləşdirir? Şəhərin iki tərəfini birləşdirir. İndi yenə dinləmə mətninə bilmək söhbət nədən gedir, necə göstərir orada. Amma nəyi deyir birləşdirir? Starting most. Nəyi birləşdirir? Two sides of the city, two parts of the city. Belə bir orada dinləmədə söz, cümlə keçirsə, düzdür, onda qeyd eləyin. Keçək biz 7-30 aralıq suallara baxaq. Gözəl insanlar. Opposite, həmişə sinonim düşürdü, bu səfər opposite. Yəni, əks mənalı sözlər, antonimlər. Massive, böyük deməkdir, large, böyük deməkdir. Previous, əvvəlki, next, növbəti, sonraki. Cavab burada B variantıdır. Mild, mülayim, yumşaq, soft, yumşaq. Defensive, protective, ikisi də müdafiəçi, qoruyucu. Strong, powerful, güclü, qüvvətli, hər halda güclü. Cavab B variantı. Okey, əvəzlik mövzusudur. Deyir ki, qız baxdı 3 nöqtə. Qayıdış əvəzliklərdir. Siz də bilirsiniz ki, qayıdış əvəzliyi özündən əvvəlki şəxsə qayıdır. Okay? Girl, xanım, qadın, qız olduğuna görə herself, D variantı. Kişi olsaydı himself, bizdən söhbət getsəydi ourselves, məndən söhbət getsəydi myself, burada cəm olsaydı məsələn the girls, onda themselves verərdiniz, cavab D variantı.
9 hansı mövzudur? To, ing, yəni infinitive və yaxud gerund. Siz complex object deyirsiniz. İngiliscə complex object anlayışı ümumiyyətcə yoxdur. Bizimkilərin dediyi bir adı hər halda o mövzudur. Gəl baxaq. Bura mən nə verim ki, burada to olsun. Yəni to'lu infinitive, to'lu məstər. Let və make to istəmir, sadə bare infinitive istəyir. Expect və asked. 1, 4, D variantı. Gördüğünüz kimi yeni mövzulardan 11'lərə demək olar heç bir şey düşməyib. Mən gözləyirdim əslində, amma növbəti imtahanı da gözləyək. Article mövzusu. Photo. Hansı photo? Sayılan tək ismin qarşısını heç vaxt boş verməyin. Üstünlük dərəcəsinin qarşısında həmişə the article verəcəksiniz. Avtomatik cavab çıxdı. Okay? İmtahanda yadda saxlayın. Sayılan tək isimlərin qarşısında boşluq gördünüzsə onu çıxın getsin. Cəm və sayım isimlərin qabağında an article gördünüzsə onu da çıxırsınız. Bir də görsən cavab çıxır. Elə buradakı kimi. Üstünlük. Amma sifətin üstünlük dərəcəsidir. Hardan biləm? Özündən sonra one var. Və yaxud isim gələrsə sifətin üstünlük dərəcəsidir. The article verdik əla. Zaten yenə elə bir variant olsa C, E arasına qalırıq. Sayılan tək ismin qabağında boşluq verə bilmirik. Yenə də qalır C. Bəs mənim buradakı the article hardan gəldi? Deyir ki, hansı şəkil? Which was taken by William. William'ın çəkdiyi nə? Şəkil. Artıq bizə müəyyəndir. Ona görə də burada cavab oldu C variantı. Qaqaş, sən niyə bura gəldin? Bunu çəkək bura. Nəysə, cavab C variantı. Bağlayıcı mövzusu. Cümləyə hələ baxmıram. Bu və bu sinonim olduğuna görə ikisi də səhvdir. Bu ona görə də deməkdir. Bu amma ancaq lakin deməkdir. Bu da how necə deməkdir. Ümumiyyətcə bunu bağlayıcı qismində görsək, yəni bu tip cümlələrdə birbaşa səhv götürün. How-nun düz olması üçün tağlı budaq gəlməli və s. və ilə axır. Adətən səhv çıxır. Okay. Deyir ki, some of the insects are harmful. Bəzi həşəratların bəziləri zərərlidir, amma cavab C variantı. Başqaları, yəni bəziləri də faydalıdır. Okay? Zaten sən görürsən, bu yanda bir dənə negativ söz, bu yanda bir dənə pozitiv söz. Ortada bir ziddiyyət var. Batı yerləşdirdik, getdi. Cavab C variantı. Sual nömrə 12. Cümlə qurmaq çox sadədir. Mübtəda xəbər tamamlıq varsa, mübtəda xəbər tamamlığı yan-yana verirsiniz, gedir. Gəl yoxlayaq. Mübtəda nə ola bilər? The girls, qızlar, neyniyir? Have been making, düzəldir. Nə? Salad. 2, 4, 1. Salat hazırlayır, salat düzəldir. 2, 4, 1 olan variant C-də var, 653-də adicə gəlir. Harada düzəldir? In the kitchen, mətbəxtdə. 6. Nə qədər müddətli düzəldir? For 20 minutes. 20 dəqiqədir ki, düzəldir. Cavab oldu nə? C variantı. Gördünüz, bunu yaza bilmirsiniz. Neyini? Sözlərin hamısını yerinə qoyun, vaxt aparsa da başqa variant yoxdur. Bir-biri yoxlayın, görün ən düzgün hansıdır və axıra qədər oxuyun. 13. Modallar həmişə sadə olur. Baxaq. Able'ın to'su yoxdur. Able'ın to'su yoxdur. Bu variantlar səhvdir. Ortada da but var. Normalda belə olur. Yəni adətən. But isə bir-birinin əksi olmalıdır. Biri təsdiq, biri inkar, biri inkar, biri təsdiq. Təsdiq, təsdiq, inkar, inkar. Burada ziddiyyət yoxdur. Eyni gedir. Amma burada təsdiq və inkar cavab olacaq nə? E variantı oxuyaq. My niece can speak French. Bacım qızı ingiliscə danışa bilir. But. Amma my nephew, bacım oğlu danışa bilmir. Sizi qardaş qızı, qardaş oğlu deyin, fərq eləmir. Cavab oldu E variantı. 14. Do you match the words to their definitions? Bother, narahat eləmək, trust, güvənmək, alter, dəyişmək. Yoxlayaq.
bother, narahat eləmək, to annoy, to worry somebody, kimsə narahat eləmək, əsəbləşdirmək, qıcıqlandırmaq, 1C. Trust, güvənmək, inanmaq, 2A. 3də B, dəyişmək, to make something different, bir şeyi fərqli eləmək, yəni dəyişmək. C, A, B olan variant, B variantı. Compound nədir? Mürəkkəb isimlər. Yəni, o boyda isimlər, adı minlərlə test gəlib, bir dənə belə bir sadə test düşür. Information, düzəltmə isimdir, şəkilçilərin üstünə xətt çəkirəm. Agreement, düzəltmə isimdir. Darkness, düzəltmə isimdir. Bunu saxlayacağım yadda. Airmail, hood, bu da düzəltmə isimdir. Bizə nə qalır? Shoemaker, mindset, snowdrop. Cavab E variantı. Bax, mürəkkəb isimlər Azərbaycanca tərcümə edelim. Azərbaycan dilindən mürəkkəb deyilsə, ingiliscəsində də deyil. Bu yanlışdır. İngiliscəsində mürəkkəb ola bilər, Azərbaycan dilinə qarşılığı mürəkkəb olmaya bilər. Yəni, Azərbaycan dilinin pəncərəsinə baxmayın. İngiliscəsində içində 2 söz var, deməli mürəkkəb. 16 hansı mövzudur? Complete the sentence. Cümləni tamamla. Yadda saxlayın. Burada həmişə bir cümlə verir. Digər cümlənin variantadır. Digər cümlədə söz sırası həmişə mübtəda plus xəbər olmalıdır. Ey gözəl insanlar, köməkçi feil mübtədanın önünə keçməsin. Və burada ən əsas şeylərdən biri when, what time, how often, how long ago. Ən çox da when'i. Gördünüzmü? Burada da görə bilərsiniz. Burada da görə bilərsiniz. When-lə xahiş edirəm, bitmiş, zaman seçməyin. Okay? Çıxdım, nə qaldı? A variantı. Tərcümə eləməyə ehtiyacı yoxdur. Sual cümləsi. Sual cümlələrin şərtini zaten beləncə verəcək. Narahat olmayın, yəni bu şəkildə verəndə. Sual cümlələrində əsasən, adətən ən çox istifadə edilən söz sırası köməkçi və mübtəda xəbərdir. Okay? Baxın, bizim cümlə buradan başlayır. Yəni, bu tərəf bizə lazım deyil, bura lazımdır. Köməkçi və mübtəda xəbər axtaracaq. Köməkçi və mübtəda xəbər olan 2 dənə variant var. B, C. C variantı niyə səhvdir? Did olan yerdə, hətta burada does da versə, do da versə, will da versə, gözəl insanlar, əsas feiliniz birinci formada qalsın. Yəni, sign, S yox, id yox, nə bilim, ikinci, üçüncü forma yox. Yaxşı mı? Cavab olacaq B variantı. Digər variantlara baxmağa ehtiyac yoxdur. Do, does, diddən sonra heç vaxt, do, does, diddən sonra heç vaxt feil gəlmir. Sonra sual cümlələrindən gedir. Okay? Köməkçi feil olmalıdır, mübtədanın önünə keçməlidir. Və digər bir dənə də əsas məsələni qeyd edeyim. Bu tip sual cümlələrini həmişə yadda saxlayın. Bu da bir biclikdir. Mübtədanı görürsünüz. Məsələn, mən mübtədanı görürəm. You. Yadda saxlayın. Mübtədanı sual cümləsinə gördünmü? Qabağında mütləq köməkçi feil olmalıdır. Tamam mı? Bu qayda deyil, bu biclikdir. Qabağında mütləq köməkçi feil olmalıdır. Yoxdur. Amma burada var. Bunda artıq neyini? Didə görə idini düşürük. Qalır B variantı. Yaxşı? Bunu tətbiq eləyin. Yazacaqsınız. 18 sual cümlələri. Söz önülər. Talk. Bunun söz önüsü to, bəzən də with olur. Yəni kiminlə danışmaq, kimə danışmaq, kiminlə söhbət eləmək. To və with olan variantlar. Gəlin bu tərəfə boşluq mənasız gəlir. About okeydir, in alınmır. Deyir ki, the professor talked to his colleague, kollegasına danışdı, söhbət elədi. Nə ilə bağlı? About his students, tələbələri haqqında söhbət elədi. Asandır, rahatdır, D variantı. 19. Sifət zərf. Baxın, uşaqlar sual verir ki, müəllim, hansı mövzunu daha çox oxuyaq, ya da nə bilim, nəyə üstünü verir, elə bir şey yoxdur. Qrammatikadan 14 dənə sual düşür, 2 dənə leksik, qalanı dinləmə, oxu. Okay? Qrammatika içində bir mövzu, bir sual düşür. İsim, sifət, əvəzlik, mübtəda xəbər, nə bilim, zaman, modal, passiv və s. və ilə axır. Yəni bir dənə sual. Addelini gedib, emin zamanımı oxuyum daha çox. Yoxsa bunun elə bir tema yoxdur.
Müqayisə dərəcəsinin, baxın, göstəricisi var burada. When varsa, deməli mənə müqayisə lazımdır. Burada yoxdur. Burada yoxdur. C-də var, D-də var, E-də yoxdur. Burada bir dənə problem var. Bir hecalı sifətlərin, zərflərin müqayisə dərəcəsi R-I-R-la düzəlir. Amma bir dənə ən əsas problem budur. Eyni anda iki müqayisə nədir? Olmaz. Eyni anda iki üstünlük olmaz. Cavab olacaq D variantı. Passive voice həmişə necə düşürdü? Nəqli cümlə verirdi, deyirdi çevirin. Böyük ehtimal növbəti imtahanda o düşər ya da 4 dənə cümlə verər. Deyək ki, bunlardan hansı məchuldur? Bizə nə yazıb? Can't be changed. Yəni, passive voice, məchul növə çevrilməyən feilləri əslində bizdən istəyir cümlə olaraq. Yox, feilləri, təsirsiz feillər məchula çevrilmir. Tamlığı olmayan feil məchula çevrilmir. Gəl yoxlayaq. Getmək feilinin özü çevrilir, çevrilmir. Parka getdi. Çevrilmir. Mən necə dedim? Mən məktəbə getdim. Çevrilmir. Okay? Bir də to be. Gözəl insan. Özdə bunlar, məsələn, bizim materiallarımızda da var. Əsas, ən çox istifadə olunanlar. Go'du, come'du, to be'di, become'du, snow'du, rain'di, happen, take place. To be'nin forması heç vaxt çevrilmir. Hansı formada gəlir? Əmza, was və be-bin fərq eləmir. 1-2 çevrilmir. Bazar düzü ən yüksək zirvədir Azərbaycanda. Çevrilmir. Amma 3-lə 4-ə baxaq, yoxladı, qiymətləndirdi. Nəyi? Presentationları, təqdimatları və s. çevrilir. Sally gördü, 2 maral. Nəyi gördü? Maral. Çevrilir, maral görüldü. Presentationlar yoxlanıldı, qiymətləndirildi. Gözü məhsula çevirdim. 1-lə 2-ni çevirə bilmirik. A variantı. Okay, 21. Zaman uzlaşması. Zaman uzlaşması hələ sualın şərtini də yazıb. Məsələn, zaman uzlaşmasını test elədin, qardaş. Zaman uzlaşmasını dahi test eləyə bilməyəcəyiz. Okay? Yəni, bir dənə bunu gördünüz. Bu niyə deyirəm? Mübtədə xəbərə modalar bəzən baxıb, elə bilər ki, yenə zaman tapmalıdırlar. Bir sual, bir mövzu, bir mövzu, bir sual. Yada saxlayın. Hər halda, mənim bağlayıcım when'dir. Fərqi yoxdur. Bu when olsun, after olsun, before olsun, as soon as olsun, fərqi yoxdur. Bağlayıcının sağında mən nə verim ki, will gələcək ilə uzlaşsın. Gələcəklə uzlaşan nədir? Present. Present harda var? Söhbət simple'dan gedir. Olmaz. Perfect. Ümumiyyətcə bağlayıcıların sonra perfect gəlmir. Gələcək gəlmir. Perfect bitmiş zaman nəzərdə tuturam. Keçmişlə gələcək uzlaşmır. Keçmişlə gələcək uzlaşmır. Qalan nə? B variantı. Suallar çox sadədir, gözəl insanlar. Çox sadə. Yəni, mən bu dərəcədə gözləmirdim. Təzdən deyirəm, V'nin sağında mən present verməliyəm ki, indiki sadə future simple-la uzlaşdıra bilim. Past, keçmiş deməkdir. Verə bilmərəm. Və bağlayıcımdan sonra heç vaxt future və perfect zamanlarda işlədə bilmərəm. Zaten çıxanda cavab qalır. B variantı. 22. So do I. Nəzərə alın, əgər exclamationları çıxdılarsa, nida cümlələrini, əlavə nə gəlməlidir? Complete the sentence, so do I mövzusu. Okay? İkisindən birini adədən verirlər, birini yox. Birini verində digərini vermir. Yəni, exclamation çıxdığına görə ikisi də olmalıdır. Okay? İndi baxaq, diqqətlə baxın. Bu cümlə təsdiqdədirsə, bu tərəfdən olmalıdır? Təsdiqdə. Bu cümlə təsdiqdədirsə, bu tərəfdən olmalıdır? Təsdiqdə. Okay? Təsdiqdədirsə, neither, either, bunları çıxıram. Buna neither, either, elə söz yoxdur ingilisində. Hər halda A-E. Batı versəm nə olacaq? Əksi olacaq. Çünki bura təsdiqsə, burada əksi olmalıdır. Did yox. Didn't olmalıydı. Yanlışdır. Nə qalır? Burada əndi sadəcə əlavə eləyiblər bizi çaşdırmaq üçün. Okay? Bu qeyri-adi bir şey deyil. Adətən testlər, fikir versə topludaşı testlərdə ənd zaten burada həmişə verilirdi. Bu səfər bizi biraz çaşdırmaq istəyiblər. Heç nə. Bura təsdiqdirsə, bu tərəfdə nə olacaq? Təsdiq. Zaten təsdiqdədir. Bizə bir dənə nə lazımdır? To. Hə, bu mövzunu bir balaca oxşadıblar gətirib, o biri to ilə yəni, çaşdıra bilərsiniz. Hansı to? Sifətin, zərfin qarşısında işlənən to, o ilə qarışdırmayın. Tamam mı?
Bir dənə sadəcə yadda saxlayınca to cümlənin sonunda öz cümləsini. Also arada qalır, so isə əvvəldə qalır. Yaxşımı? Bu ardıcılığı tətbiq edirsiniz. İndi gəlin mətnə baxaq. Mətnə baxmadan, mətnin suallarına baxıb mətni yazacaq. Oxumağa ehtiyac yoxdur. D. Harper Lee had a degree in law, yəni hüquqdan dərəcəsi var, diploması var. Founded əsasını qoyub, Rummer Jammer qəzetinin əsasını qoyub. Had a happy and carefree childhood. Uşaqlığı zor keçib, bomba keçib, əla keçib. Always dreamed about getting accepted to a law school. Həmişə bir hüquq məktəbinə ya da deyək ki, universitetə hüquq üzrə qəbul olmağı nədir? Arzuluyubdu. Became interested, maraqlanırdı İngilis dili ədəbiyyatından harda? In high school, ali məktəbdə ya da yuxarı sinifdə. Gəl yoxlayaq. Görək burada hansı var? Blah, his writing gəlir. Onun deyir, writing əsasən təsirlənib, belə deyək, ya da ilham alıb nədən? Childhood experience-dən, uşaq vaxtı gördüyü təcrübədən. Orada o şahid olub çətinliklər və discrimination, çətinlik və ayrı seçilik. Demək ki, onun uşaqlığı yaxşı keçməyib. High schoolda Lee developed an interest, yəni maraqlanırdı. Nə ilə? English literature. Okay? İngilis dili ədəbiyyatına maraqlanır. Deməli, bu düzdür. Sadəcə cümlələri gedin mətndə axtarın. Yəni, tamam da kim istəyir, oxusun, problem deyil. Amma vaxtı azdırsa, nə bilim, çatdıra bilmirsə, cümlələri sadəcə orada axtarsın. Burada cavab E variantıdır. Tamam mı? İngilis dili ədəbiyyatından nə edirdi? Maraqlanırdı. Harda? High school'da. Okay? Yazıb bura, high school. İndi 24-də baxaq. Söhbət nədən gedir? Əgər söhbət bu yazardan gedirsə ki, Nellie Harper Lee. Heç vaxt sizə yazmayacaq Nellie Harper Lee. Cəlil Məmmədquluzadən söhbət gedir. Yazaq Azərbaycan görkəmli yazarlarından biri. Bu da kimdir? The author of one of the most fascinating best-selling books of American literature. Amerikan ədəbiyyatının ən yaxşı yazarları, nə bilim, müəllifi, ən çox satılan kitabların müəllifi və s. və ilaxır. Təbii ki, bu yanda da var. Bir iki dənə də həmişə axırlarda olur o da. Mükafata layiq görülür falan filan. Gəl yoxlayaq, görək söhbət nədən gedir. Təbii ki, bu yazardan gedəcək, amma onu necə təqdim eləyəcək? Mükafat qazanan Amerikalı yazıcı, cavab A variantı. Ən çox satılan ya da ən yaxşı satılan kitab. Harper Lee'nin ən yaxşı, ən çox satılan kitabı. Bundan söhbət getmir. Harper Lee'nin yazdığı fərqli əsərlər. Bundan da söhbət getmir. Harper Lee'nin uşaqlıq illəri. Bundan da söhbət getmir. Bundan heç getmir. Amerikan ədəbiyyatının tanınmış kitabları. Əgər söhbət bir nəfərdən, bir şeydən gedirsə, cəmdə olanlar adətən səhvdir. 1, 2, 3 dənə burada cəmdə olan bir şey var. Works, years, books. Cavab A variantı. Mətnə və dinləmə mətnində, oxu və dinləmə mətnində ad qoymaq, başlıq qoymaq çox sadədir. 25. Deyir ki, George Bush Lee-ni nailiyyətlərinə görə universitetdə nə eləyib? Award eləyib, baxacaq. Harper Lee was awarded Pulitzer Prize, yəni bu prize layiq görülüb. Nəyə görə? Go Set a Watchman əsərinə görə birazdan biləcək. Go Set a Watchman was printed before To Kill a Mockingbird. Nəsə, Go Set a Watchman deyir. To Kill a Mockingbird əsərindən əvvəl yazılıb. Baxacaq ona. The first book Harper Lee filan gəlsə, bu kişinin, bu xanımdır, kişi deyil, sorry. Harper Lee'nin ilk kitabı, Bruce Lee'nin xalası qızıdır, üzr istəyirəm. Was a complete failure. De tamamilə uğursuz oldu. Ona da birazdan görəcəyik. To Kill a Mockingbird has had a great influence on literature. To Kill a Mockingbird'ın deyir, ədəbiyyat üzərində etkisi, nə bilim, təsiri nədir? Böyükdür. Gəl bunun hamısını bir-bir axtaraq. Birinci nədir? George Bush. George Bush, yenə bu mükafatlar adətən axırda olur. George Bush, George Bush, George Bush. Okay? Deyir, George Bush neyini yiyib? By President George Bush 2007-ci ildə onun contributionuna görə, ədəbiyyata, töhfəsinə görə ona nəsə verib, medal veribdir. Amma universitetdə verib, orada verib, burada verib söhbəti yoxdur. Universitet söhbəti harada var? Universitet söhbəti ümumiyyətcə burada var. She left the university. Universiteti tərk etdi, buraxdı, atdı, çıxdı universitetdən. Deməli, bu universitetdə bunun başına heç bir hadisə gəlməyib.
Yəni o variant orada səhvdir. Harper Lee was awarded Pulitzer Prize. Bunu axtarın. Pulitzer Prize bir də Go Set a Watchman. Yəni prize söhbəti aşağılarda olacaq. Go Set a Watchman. Lee published her long-awaited novel Go Set a Watchman. Amma burada Pulitzer Prize verin. Pulitzer Prize burada var. Fiction'a görə alıb. Bu da yox. Səhvdir. Sonra Go Set a Watchman was printed before To Kill a Mockingbird. Yəni deyir ki, Go Set a Watchman print edilib, çap edilib, nəşr edilib. Nədən öncə? To Kill a Mockingbird'dan öncə. To Kill a Mockingbird was a huge success. Uğur qazanır, əla. Tamam. Burada var, burada. Go Set a Watchman which had been written before To Kill a Mockingbird. Yəni bu əsər Go Set a Watchman nədən öncə yazılıb? Yazılıb deyir, written yazılıb deyir. To Kill a Mockingbird'dan öncə yazılıb. Bax, yazılıb deyir. Tamam mı? Diqqətli olun. 2015-ci ildə Lee published her long-awaited novel Go Set a Watchman-ı 2015-ci ildə neyini? Çap eləyir. Amma o əsər, bax, burada çaşa bilərsiniz. Written, yazılıb. Nədən əvvəl? To Kill a Mockingbird'dan öncə yazılıb. Amma burada nə deyir? Burada nə deyir? Çap edilib. Deməli, bu da səhvdir. Okay? The first, bir dənə söz söhbəti gedir də burada. Bir dənə bu. Written olsaydı düz olacaqdı. Okay? The first book of Harper Lee was a complete failure. Harper Lee'nin ilk əsəri tamamilə uğursuz olub. Gəl baxacağın ilk əsəri nədir? Her first book, To Kill a Mockingbird-dir. Deməli, ilk kitab budur, əsər budur. Amma was a huge success. Böyük uğur qazanıb deyir. Deməli, bu da yanlışdır. Uğursuz olmayıb. To Kill a Mockingbird has had a great influence on literature. Hər halda deyib, huge success-i varsa, deməli, bu literature üzərində də təsiri böyük olacaq. Has had a lasting impact. Bax, burada yazılıb. Lasting impact. Hələ də davam edən təsiri var deyir ədəbiyyatda. Filan deyir, mövzulara toxunur. Deməli, bu variant düzdür. To Kill a Mockingbird has had a great influence on literature. Arkadaşlar, variantınız düzdür. Bunu çəkək bura. Nəsə, gəlmək istəmir. Gəl qaqaş, gəl bura. Okay, 26-ya baxaq. Deyir, what, bunu bayaqları gördük. What had an effect, biləcək, on Neil Harper Lee's writing. Bu xanımın, yəni Harper Lee'nin, okay, yazısına, deyək, ədəbi yaradıcılığına təsir edən nə idi? Ya da nə təsir göstərmişdi? Baxın, unfair treatment towards other people. Bax, discrimination gördük də orada. Ədalətsiz davranış başqa insanlara qarşı ola bilər. Çap etdiyi əsərlərin uğuru, she experienced the difficulties, yaşadığı çətinliklər, bir-üç okey gəlir mənə, yenə də baxacaq. The Literary Honor Society, ədəbi şərəf cəmiyyəti, hər halda bir daha məntiqlidir. Yəni, bizə nə deyir? Onun ədəbiyyatına, yaradıcılığına təsir eləyən nə idi? Gəl baxaq, yenə də baxaq. Her writing, onun deyir, yaradıcılığı, mən belə deyim, yazısı, yəni yazarlığı, yaradıcılığı, was heavily, əsasən influence, təsirə məruz qalıb by her childhood experiences, uşaq vaxtı yaşadıqları. Nə ilə bağlı? Filan şəhərdə where she witnessed, şahid olub, hardship, çətinliklər, discrimination, söhbət buna edilən haqsızlıqlar gəlib, ümumiyyətlə şəhərdə bunları yaşayıb, bunları görüb. Deməli, bir-üç orada düzdür. Başqa burada deyir ki, became a member of Literary Honor Society-nin deyir, member olub, orada demir. Uğur qazanır, tamam, amma bunun yazılığına təsir edir, bu da yoxdur burada. Okay, burada da qeyri-adi mən bir şey görməm, içi, burada mükafatlardan danışır. Yəni, gözəl insanlar, bir-üç burada düzdür. İşarəliyim də hər etmə, sizin xətrinizə işarəliyirəm. İndi açıq suallara girik. Buradakı sözü biz işləmişdik. Bizim mətnlə bağlı suallarımızda da var. To see, görmək, to observe, müşahidə eləmək, something happen, nəysə baş verdiyini görmək, müşahidə eləmək. Bu witness-dir. Birə gələcək, bir də buna gələcək passion sözü. İkidə passion sözünün sinonimisti, paragraf 1-də isə görmək, müşahidə eləmək, paragraf 1-də gələk baxa görək.
Paragraf 1-də. Okay, bayaqlar mənim gözümə dəydi. Bəli, burada görüm. Okay. Eyni bu sözdür. Witness. İndi sizə nə lazımdır? Siz bunun kökünü yazın. Witness. Nını biraz hündür yazım, üzülü sayın. Witness. Okay. Tu ilə yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Feildirsə yazsaz yaxşı olar. İdi ilə indi yazarsınız, nəzərə alırlar, almazlar, bilmirəm. Yəni, yaxşı olar ki, sözün kökünü yazasınız. Bu biri, bir də passion sözünün ikidə görək nəyi var? Gözümə çataşdı. Enthusiasm, passion, həvəs, aşırı həvəs, istək, coşku, eyni şeydir bu. Enthusiasm, yəni enthusiasm. Okay, cavab budur, bunu da qeyd eləyirsiniz. Digər suallarımıza da baxaq, yekunlaşdıraq. Okay, 29-u. Deməli, burada nə deyir? İki sözü dəyişək. Minimum iki sözü dəyişməklə cümləmizin ardını yazaq. She left the university, bayaqlar o cümləni gördük. And, she left the university and və neyniyib? Universiteti tərk eləyib. And, okay, decided to pursue her dream of becoming a writer. Yəni, qərarı aldı ki, öz yazıcı olmaq arzusunun, xəyalının ardınca geçsin. Yəni, onu gerçəkləşdirsin. Decide nə ilə? Niyə yazmırsan, qardaş? Nəysə. Made a decision da yaza bilərsiniz. Okay. Made a decision yaza bilərsiniz. Pursue sözün əvəzinə reallaşdırmaq, realize da yaza bilərsiniz. Achieve mən verəcəm. Achieve, nail olmaq. Okay. Dream'i dəyişib goal. Her goal, her yerində saxlayaq burada. Her goal. Okay. Made a decision to achieve her goal of becoming a writer. Becoming sözü də yerinə being də yaza bilərsiniz. Writer sözünün yerinə author da yaza bilərsiniz. Müəllif olsa da anlamı gözəl insanda yenə yazıcı anlamına gəlir. Okay? Yəni, iki dənə sözü bizdən dəyiş, kifayət eləyir. Təzdən deyirəm, decided to achieve her goal of becoming a writer ya da author. Kifayət eləyir. Və 30-cu sual artıq bu sizlik bir şeydir. Yəni, mən burada cavab verim, nə bilim, qısa net cavab verə bilərəm, amma yəni bu hazır cavab olsaydı izah eləyərdim. Bu sizə qalan bir şeydir. Ümid edirəm bunlarda yüksək nəticə alarsınız. Belə, gözəl insanlar, özünüzdən müğayət olun. Hamınıza uğurlar. Görüşərik. Hələlik.